Amerikanın o bombardmanları onların soyuq başlarında bir effekt yarattı mı? Necə Azərbaycanda dəmir yumruq Nikol Paşinyanı ayıltdı, reallıqlarla barışdı. Görək bu İsrailin Davud deyilən bir şapalağıdır, nədir? Görə bu İran mollalarını burada tam aydacaq. mənasıyla şapalaq mı vurdu, yoxsa vurmaq istəyəndə ayağa dolaşdı, yıxıldı mı? Bu tam maraqlıdır, amma yenə də burada artıq İrana müəyyən zərbə dəyib, bu faktdır. Amma görək bu xarici siyasətdə Azərbaycanla və Türkiyə ilə normal siyasətə gedəcək mi? Mən düşünürəm ki, artıq getmək məcburiyyətindədirlər. Bunların çıxış yolu yoxdur. Demək olar ki, İraqdır, İraqı İranın əlinə alıblar, Körfəz ölkələri ilə münasibətlər gərgindir, Səudiyyə Ərəbistanı ilə, Çin uzaqda, Pakistan da Azərbaycanla Türkiyə ilə bilirsiniz, qardaşdır, strateji artıq tərəfdaş və müttəfiq səviyyəsindədirlər. İran Azərbaycanla iqtisadi əməkdaşlığı və Avropaya çıxış yolu məhz Zəngəzur dəhlizi Azərbaycanla da əməkdaşlıqdan keçir. Və düşünürəm ki, İran tərəfi müəyyən bir reallıqlarla barışmaq məcburiyyətində olacaq bu proseslərdə. Yəni, bizim gözləntilərimizdir filandır, amma bax, siz o Xameneyinin xalqa müraciətinə baxdınız, yəni o nə hiss elədiniz? Maraqlı sualdır, çünki orada mənə elə gəlir ki, orada həm belə öz seçdiyi xəttin düzgünlüyünü göstərmək, izah eləmək məqsədi var idi. Həm də müəyyən dəyişikliklərə getmək, o xətti daha da möhkəmləndirmək üçün müəyyən dəyişikliklərə İran bəlası odur da, Xamneyi dəyişiləcək. Mən sizə deyim, Ali Üləmalar Məclisi Xamneyini dəyişmək istiqamətində müəyyən fikirlərə gedəcək. Fikrimizi yayındırmayın, bax, burada başqa bir məqam var. Bax, o çıxışda, siz, bax, bu iki nüansı. Mən isə burada bir sevinç var idi. Və doğrudan ki, yenə bax, o fikrimə gələm, qələbə bizimlə oldu. Yəni, burada qələbə söhbət nədən gedir? Hər şey, nüvə o proqramının inkişafı falan, hər şey nəticə etibarıyla kimin törətdiyi idi, rejimin. Deməli, bütün bu proseslər tam mənasıyla aradan qaldırmaq üçün İranda siyasi sistem deyək, yumşaq deyək, dəyişikliyi, yəni bir məqsəd də var idisə, xalq dəstəklədi, biz qaldıq, heç şey elə bilmədi. Müəyyən mənada bu baxımdan Avropa Birliyindən də, Türkiyədən də, hətta düşmən səviyyədə olduqları ərəb ölkələrindən də onlara dəstək gəldi, siyasi dəstək oldu. Yəni, üzdə görünənlər var və yaxud da ki, kəşfiyyat, diplomatik dəstək olub. Yəni, ən azından əmin oldular ki, İranın parçalanmasını heç kim istəmir və bizi də nəticədə tam devirmək istəmirlər. Bu əminlik də var. Deməli, bu ona gətirir, çıxarır ki, rejimin, əvvəldən Trump da nə istəyirdi? Siz olduğunuz kimi qalın, amma nəticə etibarilə mövqedə yumşalma olsun, siyasətdə dəyişin. Və mənə elə gəlir ki, Xameneyinin müraciətində isə biz, şəxsən mən, o egosentrik, qalib gəldim var, amma bizim bu dediyimiz, arzuladıqlarımız ki var, bu belə olsa daha yaxşı olar, məncə belə olacaq, onu anlamış bir təfəkkür yoxdur. Mənim gördüyüm budur. Ona görə də onu aradan... İndi siz deyən məqama gəldik ki, deməli, yeni reallıqlara uyğun və yaxud da ki, və həm də bir şey də var da, Xameneyi səviyyədə bir adam, yəni sözün hər mənasında böyük bir coğrafiyada nüfuz sahibi olan və formalaşmış birinin öz mövqeyinə korrektə etməsi olmayacaq. Amma səsinə də görür. O danışdı, səsinə də fikir verdim, artıq çox güclə danışırdı, yaşlanıb. Mən düşünürəm ki, artıq onun varisləri də var. Oğlun əleyhinə çıxdı Üləmalar Məclisində müəyyən qrup, varislik olmaz. İkincisi, Xumeyninin əvvəlki ali dini rəhbərinin oğlunu da, nəvəsini də qeyd edirlər. Amma düşünürəm ki, artıq müəyyən bir açılım üçün, İranı müəyyən bir mərhələyə keçirmək üçün, yeni dünya siyasi nizamına çıxartmaq, müəyyən təhlükəsizlik çağırışlarına cavab vermək üçün artıq Xameneyinin o köhnə taktika siyasəti işləmir. Göründüyü kimi onun açıqlamasında da eyni siyasi xəttdə, o da eyni siyasi xəttdə İrana bəla gətirdi. Kompromissiz mövqeyi, deməli yeni bir sima lazımdır və bizim bu arzuladığımız İran dövlətinin də xeyrinə olacaq prosesləri yeni birisi etməlidir.
İranlıya getməlidir. O sima gələcək. Xameyninin yaşı da ona imkan vermir, başı da imkan vermir açıq danışanda. Onun çox oturuşmuş, çox təfəkkürü 79-cu il təfəkküründə qalır. Təfəkkürü var, dini təfəkkürü var. Ondan bunu heç gözləməyə də dəyməz. Amma İranda artıq başa düşürlər ki, elə dini rejimin özünün möhkəmləndirilməsi üçün müəyyən islahatlara getmək lazımdır. Məsələn, çadranın könüllü olması kimi. Yox, bunlar biz hansı məsələlər? Bunlar bizim danışdığımız kontekstdə o qədər xırda məsələlər ki, onlar hətta bəlkə də açılıb. Yəni mən bir nəyi nəzərdə tuturam? Bir dini islahatlar paketinə İranda ehtiyacın olduğunu başa düşəcəklər. Bu təhlükəsizliklə bağlı o bir yanaşma var, o konsepsiya. O konsepsiyanı dəyişməklə. O təhlükəsizlik konsepsiyasında çox təəssüf ki, İranın təhlükəsizlik doktrinasında Azərbaycan Respublikası İran üçün təhlükəli bir ölkə söhbət ondan gedir ki, o doktrina dəyişməlidir. Xarici siyasətə də təsir edən doktrinaya mütləq və mütləq dəyişikliyi anlamış olacaqlar, ümid edilir və bunu da eləyəcək yeni bir sima gələcək və yenidən hər şey yenidən başlamış olacaq.